İnnallaha rabbi və rabbukum fa'buduhu hada siratun mustaqim. Selamun Aleyküm. Veysel, bu axır söhbət budur ki, qardaşlar. Bizim dəvətin xüsusiyyətindən biri budur ki, bizim dəvət şəxsə bağlı deyil. Şəxsə bağlı deyil. Ona görə şəxsdə özünüz də bilirsiniz ki, ne üçün şəxsə? O şəxs görürsən çaşa bilər və s. Xüsusən də biləndə ki, qəlblər Allah Subhanahu barmaqlar arasında necə istəyir fırladır. Ona görə sabitlik böyük məsələdir, ciddi məsələdir, ağır məsələdir. Həmişə Allahdan sabit olmaq üçün dua eləmək lazımdır, istəmək lazımdır Allah Subhanahu. Qaldı ki, bu söhbətlər sadəcə Veysel qardaş yoldaşımızdır. Lakin bəzi ona qarşı məsələlər var ki, hansı ki, məsələn, təkfirçilərin onun ətrafında olması və s. və s. Və biz də o qardaşdan sadəcə istədik ki, biraz aydın olsun məsələlərdə. Yəni, çünki əgər təkfirçi sələfi iddia eləyən şəxsin yanındadırsa, bu qəribədir. Çünki iki dənə bir-birinə zid olan bir şeydir. Bu heç vaxt birləşə bilməz. Və əgər birləşirsə, deməli, hansısa tərəfdə xələl var. Və bu da təbii ki, problemləri gətirib çıxarır. Görürsən, çox vaxt, məsələn, ne üçün xüsusən Veysel və ya başqa elm tələbələri qabaqda deyənlər, onlar hərəkətli kimlə durub otururlar, fikir vermədilər, xüsusən bidət əhlindən. Ola bilər bir dəfə, iki dəfə, ancaq o da səbəb olsa, amma belə məsələn, daim o, hara geysən, haradan gəlsən, hətta dərslərdə və s. oturmaq biraz şübhə gətirir adama. Xüsusən də cəmaat ne üçün deyir? Məsələn, deyirsən ki, məsələn, filan kəsi hansısa təyin eləyəndə, filan kəsi təhsil eləyəndə cəmaatı ki, onu qulaq asmayın. Deyirlər ki, filan elm tələbəsinə o yaxşıdır, filan elm tələbəsi ona salam verdi. Və bunun nəticələrini görürsünüz, problemdir. Ona görə bizim qardaşımıza sadəcə istədik ki, bu söhbətlər ki, gedir, indi deyir ki, yalandır və s. təkə olsun. Sadəcə ondan istədik ki, bu məsələlərdə biraz ehtiyatlı olsun. Çünki, yəni, məsələ, özünüz də bilirsiniz ki, minhəc məsələlər xüsusən həssasdır çox. Orada elə incə məsələlər var, o və qardaşların çoxcu görməsin onu, bilməsin. Amma, məsələn, bilən bilir. Və budur söhbət. Sadəcə şişirtmək də çox dərinlərdə gedmək lazım deyil. Əsas məqsədimiz odur ki, yəni bu söhbət sakitləşsin də və salam, bitsin söhbət, qutardı. Sadəcə bu elə bil ki, bir titrəmə oldu müəyyən tərəflərə, qoy hamısına dərs olsun. Yəni, oturan adamlara fikir vermək lazımdır. Xüsusən birinci səhvdə olanlar, onlar fikir vermədilər özlərinə. Bu, mənə də aiddən birinci. Çünki, baxın da, cəmaat qıraq baxır bizə. Ona görə. Və əsas məqsəd yəni budur. Hamız qardaşıq, lakin bir dənə şərt var ki, bilin ki, bizim dəvət şəxsə bağlı deyil. Elhamdülillah, sələf dəvəti şəxsə bağlı deyil, dəvətimiz gedir, elhamdülillah. Sadəcə dəvəti qorumaq lazımdır. Azmış hizbiçilərdən və s. Və salam, budur məsələ.